Qiyamət surəsi Məkkədə nazil olmuşdur. 40 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. And içirəm qiyamət gününə. And içirəm günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə özünü qınayan nəfsə. Məyər insan elə güman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcək? Bəli, biz onun barmaqlarını da, barmaq sümüklərini də, barmaqlarının uclarını da düzəltməyə qadirik. Lakin insan bundan sonra da önündəkini, qiyaməti dammaq, pis işlər görmək istəyər. Və istehza ilə qiyamət günü nə vaxt olacaqdır deyə soruşar. Göz heyrətdən bərələcəyi, ay tutulacağı, günəşlə ay birləşəcəyi, hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi zaman, məhz o gün insan qaçıb can qurtarmağa yer hardadır deyəcəkdir. Xeyr, o gün heç bir sığınacaq olmayacaqdır. O gün ey insan, duracaq, pənah aparılacaq yer ancaq Rəbbinin hüzurudur. O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa, sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı xəbər veriləcəkdir. Doğrusu, insan özü özünə şahid. O hər cür üzrxahlıq etsə də qəbul olunmaz. Ya Peyğəmbər, Cəbrail sənə Qur'an oxuduğu zaman, onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə. Çünki onu sənin qəlbində cəm etmək, dilində oxutmaq bizə aiddir. Biz onu Cəbrailin dili ilə oxutduğumuz zaman, oxunmasını diqqətlə dinlə. Sonra onu sənə bəyan etmək də bizə aiddir. Xeyr, xeyr, siz tez keçib gedəni, fani dünyanı sevirsiniz, ahirəti isə tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaqdır. O gün neçə-neçə üzlər tutulub qaralacaq, sahiblərinin bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqdır. Xeyr, can boğaza gəlib yetişəcəyi, onu bu bəladan kim xilas edə bilər deyiləcəyi, can üstü olan kimsə, ayrılıq dəminin gəlib çatdığını anlayacağı və ölüm qorxusundan qıçı-qıçına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır, ey insan! Beləliklə, o kafir nə Qur'anı təsdiq etdi, nə də namaz qıldı. Amma Allah kəlamını yalan saydı, ondan üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay, yenə də vay sənin halına, vay! Məyər insan elə güman edir ki, o başlı başına cəzasız buraxılacaq? Məyər o ata belindən, ana bətninə tökülən bir qətrə nütvə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi, insan şəklinə saldı. Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cift, həmtay yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?